4 gün öncə Goranboy rayonunda 5 mərtəbəli binanın 1-ci mərtəbəsinin döşəməsinin çökməsi haqda xəbər təqdim etmişdik. Dünən təxminən saat 21:45 radələrində sözügedən yaşayış binasının çökmə baş verən bloku tamamilə uçub. Bina sakinləri ilk çökmə baş verən günü binadan köçürüldüyündən ikinci hadisə zamanı hər hansı xəsarət, ölüm faktı qeydə alınmayıb. Qəzalı binanın yerləşdiyi küçədə polis postları qurulub və insanların təhlükəsizliyi tam olaraq təmin edilir. Rayon İcra Hakimiyyətinin başçısı tezliklə qəzalı binanın söküntüsünə başlanacağını və ərazidə 76 mənzilli yeni yaşayış kompleksinin inşa ediləcəyini açıqlayıb. Bu bina ilə bağlı Nazirlər Kabinetinə müraciət olunmuşdur, Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuşdur. Artıq yeni binanın tikintisi ilə bağlı qərar qəbul olunub. Bina tamamilə qəzalı vəziyyətindədir və yeni binanın tikintisi ilə bağlı da artıq geoloqlar, topoqraflar rayonda fəaliyyətə başlamışlar. Elə binanın öz yerində, yəni ona ərazisi tam təmizlədikdən sonra yeni bir yaşayış kompleksinin tikintisi və qonşuluqda olan digər binada onda qəzalı vəziyyəti müəyyənləşdirilmişdir.